Əhkam 9. İstibra. Sidik kanallarının şəri qaydada təmizlənməsi 3. Əgər bir şəxs sidiyə getdikdən və istibra etdikdən sonra dəstəmaz alsa, sonra sidik və sperma arasında şək etdiyi bir rütubət xaric olarsa, hədəsdən təharətin hasil olmasına yəqin etmək üçün vacibdir ki, həm qüsul etsin, həm də dəstəmaz alsın. İnsandan bəzi vaxtlar xaric olan rütubətlər, məni, sperma, xaric olduqdan sonra gələn rütubət, bu rütubətə vəzi deyilir. Bəzi hallarda sidikdən sonra gələn rütubət, bu rütubətə vədi deyilir. Kişi və qadının mazaqlaşması zamanı gələn rütubət, bu rütubətə məzi deyilir. Yuxarıda qeyd olunan rütubətlərin hamısı pakdır və təharətin qüsul və dəstəmazın pozulmasına səbəb olmur.